Herkese salam, mən Əsmər Nadirova. Bu günləri sizlərə 1-ci Rusiya-Qacar müharibəsi mövzusunun izahını verəcəm. Dedik 19-cu əsrin əvvəllərində Gürcüstanın, Azərbaycanın bir hissəsinin Rusiyanın işğal etməsi Cənubi Qafqazda Rusiyanın möhkəmlənməsinə səbəb olacaq. Təbii ki, bu da onun güclənməsini istəməyən xarici dövlətlərin, ən əxsus da Qacarlar dövlətinin, eyni zamanda həm Fransanın, həm İngiltərənin xoşuna gəlməyəcək. Və Fətəli Şah deməli Cavad xanın müdafiə etmədiyinə, ləngidiyinə peşman olacaq. Və Gəncə xanlığın işğalından sonra ona belə deyək ki, bir candan narahatçılığı keçəcək ki, mən niyə Cavad xanı müdafiə etmədim? Və Fətəli Şah bununla barışmayıb 1804-cü ilin mayında Çar Rusiyasına Cənubi Qafqazda işğal etdikləri torpaqları çıxarmağı tələb edəcəkdir və əvəzində də rədd cavabı alacaq və bununla da Rusiya ilə diplomatik münasibətlər kəsiləcək və müharibə başlanacaq. Deməli, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini nə vaxtdan götürürük? 1804-cü ilin mayında. Və müharibə də 1804-cü ilin iyulunda başlayacaq ta ki 1813-cü ilə qədər. 1804-cü ilin iyulunda 1-ci Rus-Qacar müharibəsi başlayanda müharibəyə Qacarlar qoşunun baş komandanı kimi Şahzadə Abbas Mirzə başçılıq edirdi. O həm də Azərbaycanın valisi idi. Yəni Təbrizdə oturub Cənubi Azərbaycanı idarə edirdi. Rus qoşunlar, Qafqazdakı Rus qoşunlarının komandanı Sisyanov başçılıq edirdi. Əslində müharibənin başlaması ilə Azərbaycan xalqının da Rusiya qarşı mübarizəsi başlayacaq və eyni zamanda Qazaxda, Borçalıda, Carbalakəndə üsyanlar başlayacaq. Qazax, Borçalı və Carbalakən. Gəlin görək Qazax, Borçalı, Şəmsəddin işğalı dedik. Niyə vaxtla götürürük? 1801 1-ci Aleksandrın manifesti ilə. Carbalakəndə vaxt işğal olundu. 1803-cü ilin aprel ayının 12-sində olan adlı öhdəliklə götürürük. İrəvanın birinci uğursuz mühasirəsindən də danışaq. Dedik Carbalakənin Gəncənin işğalından sonra 1-ci Rus-Qacar müharibəsində Rus qoşunların əsas hücum hədəfi olacaq İrəvan xanlığı. Bir də diqqətli olun uşaqlar, testlərdə sizi tez aldadırlar. Deyirlər ki, 1-ci Rus-Qacar müharibəsinə aid olmayan hadisəni seçin, yadınızda saxlayın. Carbalakənin işğalıdır, Gəncənin işğalıdır, Qazax, Şəmsəddin, Borçalı, Pəmbəyin işğalıdır. Bunlar 1-ci Rus-Qacar müharibəsi dövründə olmayıb, ondan əvvəl baş veribdir. İrəvan xanlığının işğalından da danışaq. Dedi ki, Rusiya ilk olaraq İrəvana yürüşə Şörəgildən başlayacaqdı. Qalan müdafiəsinə İrəvan xanı Məhəmməd Hüseyin xan Qacar başçılıq edirdi. O Gümrüdə möhkəmlənən Rus qoşunlarından üzr istəyirəm. İyulun 2-sində 3 kilsə yaxınlığında döyüş olacaqdı iyul ayında. Və 1804-cü ildə 3 kilsə yaxınlığında döyüşdə İlk döyüş əslində Ruslar üçün uğurlu olsa da, amma sonradan Ruslar məğlub olacaq. Daha sonra Qəmərli kəndi yaxınlığında növbəti döyüş baş verəcək. Və 1804-cü ilin iyulunda 3 kilsə döyüşündə biz dedik ki, Ruslar məğlub olacaq və Rusların əsas hücum məqsədi olacaq bu dəfə Qəmərli kəndini ələ keçirmək. Zəngi çayı üzərində yerləşən Qəmərli kəndini uğrunda döyüşlər 1804-cü ilin iyulunda baş verir və Qəmərli döyüşündə İrəvan xanına kömək gəlmiş Abbas Mirzənin qoşunu ilə birlikdə Rus qoşunlarını məğlubiyyətə uğradacaqlar. Rus qoşunları məğlub olacaq. İrəvan qalası istiqamətində ilk döyüş, təbii ki, Sisyanovda özdə deməli müharibəyə başlamamışdan öncə məktub yazanda İrəvan xanı Məhəmməd xanı geridə qalmış xalqın bir nümayəndəsi kimi təhqir eləmişdi və bu sözünə görə belə deyək də peşman olmuş olacaqdı. Sisyanov sentyabr ayının 3-də Rus qoşunları geri çəkmək barəsində əmr verəcək və İrəvanın birinci mühasirəsi 1804-cü il iyul ayı və sentyabr ayına qədər davam etmiş mühasirə Rusiya üçün uğursuzluqla nəticələnəcəkdir. Rusiya belə deyək, yönünü çevirəcək Qarabağ, Şəki və Şamaxı xanlıqlarına doğru. Deməli, bütün bəylərlə birlikdə İbrahim xan belə bir iclas keçirəcəkdi ki, Sisyanov ona təklif etmişdi ki, gəl dinç yolla Qarabağı birləşdirək Rusiya. Əslində bu bəylərlə olan yığıncaqda, tədbirdə bəylər Sisyanovun tələbini rədd edəcək. Amma İbrahim Xəlil xan əksinə çıxır. Sisyanovla görüşüb və onun təbəliyinə keçməyə razılıq verir. Çünki bilirdi ki, İbrahim Xəlil xan Qarabağda separatçı məliklər
gələcəkdə İbrahim Xəlil xanı arxadan vura bilərdi və onları neytrallaşdırmaq üçün xanlığın daxili müstəqilliyini saxlamaq barədə əslində Rusiya vəd vermişdi. Bu vəddə aldanaraq Qarabağı Rusiya tabeliyinə keçməsinə icazə verəcək və 1805-ci ilin mayın 14-də Kürəkçay müqaviləsi imzalanacaq. 11 maddədən ibarət müqavilə idi və Şəki xanı Səlim xan da əslində İbrahim Xəlil xanın belə deyək də nəyi düşür onun? Qaynı idi. Və onun da razılığı ilə 1805 mayın 21-də Şəki xanı Səlim xan da Kürəkçay müqaviləsini imzalayacaq. Görək bu Kürəkçay müqaviləsində nələr deyilir? Deyirdi ki, bu Kürəkçay müqaviləsində Qarabağ xanlığı əbədi olaraq Rusiyanın himayəsinə keçir. Xanlığın bütün əhalisi Rusiyanın təbəəliyini qəbul edir. Xan və onun varisləri Rus çarına sədaqətli olmalı idi. Çar isə öz növbəsində xan sülaləsini bütün dövrlər üçün onu belə deyək müdafiə etməli idi. Xan Çar xəzinəsinə 8000 çervon xərac verməli idi. Şuşada Rus qarnizonu yerləşdirilməli idi. Xanın müstəqil daxili siyasəti saxlanılırdı, amma xarici siyasəti məhdudlaşdırılmışdır və antlı öhdəliklə Kürəkçay müqaviləsinin oxşar cəhəti nə idi? Dedik, antlı öhdəlik oldu 1803, Kürəkçay müqaviləsi oldu 1805. Ortaq cəhət odur ki, hər ikisi Rusiyanın tabeliyinə keçirdi. Ərazidə Rus qoşunları saxlanmalı idi, sədaqət andı olaraq girovlar verməli idi və bir də onu deyə bilər ki, hər ikisi daxili müstəqilliyini qoruyub saxlamışdı. Və dedi ki, Kürəkçaya bənzər müqavilə bəs kimdən imzalanıb? Bu da Şamaxı xanlığı ilə olmuşdu. Əslində Şamaxı xanlığı digər xanlardan fərqli olaraq Qacarların qalib gəlməsinə inanırdı. Və o inanırdı ki, Qacarlar qalib gələcək. Ona görə də belə vaxt qazanmaq istəyirdi və Rusiya belə bir tələb irəli sürür Mustafa xan. Mustafa xan deyir ki, Rusiya illik bacı vermirəm. Özümə daimi məvacib istəyirəm. Qonşu Azərbaycan xanları üzərində hakimiyyət istəyirəm. Bir də daxili idarəçilikdə müstəqillik mənə verməsi haqqında təminat ver. Və bu təbii ki, Rusiyanın xoşuna gəlmir və Sisiyanov 1805-ci il noyabrında Şamaxı xanlığı üzərindən yürüş edəcəkdi. Bu Şamaxı xanlığına yürüş edəndə Rus qoşunlar tərkibində görün kimlər gəlmişdi. Qarabağlı İbrahim Xəlil xan gəlmişdi. O istəyirdi ki, Şamaxı xanlığına tabi olan Cavad ərazisi Qarabağa birləşdirsin. Sonra Şəki xanı Səlim xan da gəlmişdi. O da Şamaxı xanı ilə ədavəti var idi Mustafa xanla. Ona görə Sisiyanovun qoşunlarında tərkibində Şamaxıya hücum etmişdi. Əvvəlcə Mustafa xan Fit dağında müdafiə mövqeyi tutacaqdı. Lakin görəcək ki, üstün qüvvələr qarşısında bacara bilmir. O zaman Kürəkçay müqaviləsinə bənzər bir müqavilə imzalayacaq 1805-ci ilin dekabrın sonlarında. 1805-ci ildə Abbas Mirzə deməli Qarabağa yürüş edəcəkdi və Şahbulaq qalasını mühasirəyə alır. Qaladakı Rus hərbiçilərin komandanın vəziyyətinin yaxşı olmadığını görüb təslim olur, gecə ikən buranı tərk edəcəkdi. Az sonra Abbas Mirzə Qazaxa daxil olur, bəyanətlə kəndxulara müraciət edir ki, Qazax sakinləri Rusiyaya qarşı üsyana çıxsın. Və 1805-ci il iyul ayının 27-sində Zəyim yaxınında döyüşdə Abbas Mirzə yaralanacaq. 1805-ci il iyulun 27-sində Zəyəm yaxınlığında döyüş. Abbas Mirzə burada yaralanır. Ona görə də məcbur olacaq Xudafərin körpüsünü o tərəfə keçsin. Yəni Cənubi Azərbaycan torpaqlarına keçsin. Və 1805-ci ilin yayında Qacar qoşunun hərbi əməliyyatları uğursuzluğu nəticəsində Ruslar Azərbaycanda möhkəmlənmiş olacaq. İndi isə gəldiyi Bakının Ruslar tərəfindən tabe edilməsinə. 1806-nın fevralında Sisiyanov Bakı xanına müraciət edəcək ki, o təslim olsun və Bakı xanlığı Rusiya birləşdirilsin. Hüseynqulu xan deyir ki, ay Sisiyanov, mən sənə təslim oluram. Ancaq sənin şəxsən öz xaçarları təqdim etmək istəyirəm. Bu zaman onlar qurduğu plana uyğun olaraq İbrahim bəy Hüseynqulu xanın əmsi oğlu idi. Sisiyanovu qətlə yetirəcək. Və bu zaman Cənubi Qafqazın işğalı bir müddətlik ləngiyəcək. Amma sonradan Rus qoşunları yenidən toplandıqdan sonra hücuma başlayacaqlar. 1806-cı ildə Dərbənd xanlığı, 1806-cı ilin sentyabrında Bakı xanlığı işğal olunacaq. Həm Dərbənd, həm Bakı xanlığı müqavimət göstərdiyi üçün işğal olunan kimi dərhal ləğv ediləcəkdir. Hüseynqulu xan dəhanı qırğından qurtarmaq üçün Qacarlar sarayına qaçacaq. 1806 noyabrın sonunda Quba xanlığını işğal edilir. Quba xanlığı işğal edildikdə burada əyalət şurası yaradılacaq və əyalət şurası 1806-cı ildən 1810-cu ilə qədər fəaliyyət göstəribdir və yerli bəylərdən ibarət komandant idarə üsuluna keçid sistemi idi. Sədri kim olacaq? Keçmiş Bakı xanı 2-ci Mirzə Məhəmməd xan olub.
1806-cı il oktyabrın sonunda Şəki xanlığı da işğal olunur. Şəki xanlığını idarə etmək üçün müvəqqəti idarə yaradılır. Bəzən uşaqlar Şəki ilə Qubanı idarə etməsində dəyişiklik belə deyək də tam dəqiq başa düşmürlər, amma yadınızda saxlayın, Şəki idarə etmə olacaq müvəqqəti. Hər ikisinin sonu i hərfi ilə bitir. Şəkidə idarə etmə müvəqqəti idarə etmədir. Quba xanlığında əyalət şurası idi. Və burada da Səlim xan deməli Qacarlar sarayına qaçıracaq. Şəkidə də Rus milli qüvvələr tərəfindən müvəqqəti idarə yaratmış olacaq. İşğaldan sonra Dərbənd, Quba xanlığı tərki Şam xanlığının ixtiyarına verilir. Və 1806-cı ildə işğal olunmamış ərazimiz Nil kodu ilə yadımızda saxlayırıq. Naxçıvan, İrəvan və Lənkəran xanlıqları idi. Və 1806-cı iyununda Abbas Mirzə yenidən göndərdiyi qoşun Qarabağa daxil olur. Bu zaman ailəsi ilə birlikdə Qarabağlı İbrahim Xəlil xan istirahətdə idi Xankəndində və İbrahim Xəlil xan mayor Lisyan Ezbiçin əmri ilə öldürüləcəkdir. İbrahim Xəlil xan ailəsi ilə birlikdə öldürəndə onun qaynı olan Şəki xanı Səlim xan deməli əhalini Rusiyaya qarşı üsyana qaldıracaq, Rusiya ilə əlaqələri kəsib qoşunları xanlıqdan çıxaracaq. Və 1806-cı ildə Şəki xanlığı yenidən Həlici döyüşdə məğlub olacaqdır və Şəki şəhəri Ruslar tərəfindən işğal olunur. Şəki xanlığı daxil olacaq Rusların tabeliyinə və müvəqqəti idarə yaradılacaqdır. Bir neçə ildən sonra Rusiya tərəfinə keçmiş Xoylu Cəfərqulu xan isə Şəki xanı təyin ediləcəkdir. Qubada da 1810-cu ildə üsyan baş verəcək. Burada Şeyx Əli xanın başçılığı ilə üsyan idi. Gilgit çayı üzərində döyüşdə Şeyx Əli xan qoşunları deməli burada Şeyx Əli xan qalib gələcəkdir. Rus qoşunları isə məğlub olmuş olacaqdır. Ancaq ki 1810-cu ildə növbəti döyüşdə Çar qoşunları 1809-1810-cu il Abbas Mirzənin Qarabağ və Gəncə istiqamətində göndərdiyi qoşun məğlubiyyətə uğrayır və Lənkəran xanlığının gələcək statusu məsələsində əslində bunların danışıqları düz nöqtəsinə düşəcəkdir. Çünki Ruslar deyirdi ki, Lənkəran xanı Rusiya meyilli siyasəti yürüdür, bizdə qalsın. Ancaq buna təbii ki, Qacarlar razı olmur. Ona görə də bu sülh məsələsi uzanacaq. 1812-ci ildə Sultanput döyüşü olacaqdır. Burada Abbas Mirzə qələbə qazanır. Bu qələbə Qacar əsgərlərin döyüş ruhunu yüksəldəcək. Ancaq 1812-ci ildə Abbas Mirzənin Rusiyanın əsas qüvvəsinin Napoleona qarşı müharibəyə başı qarışdığından istifadə edib yenidən müharibəni qızışdıracaq. Amma burada Aslan Düz döyüşü baş verir 1812 oktyabrında. Burada Ruslar qalib gələcək. Abbas Mirzə məğlub olacaq və deyirik 1-ci Rus-Qacar müharibəsinin həlledici döyüşü olacaq Aslan Düz döyüşü. Və məğlubiyyət Lənkəran qalasının, xanlığının elə bir mühasirəsinə səbəb olacaq. 1812 dekabrın 21-də Lənkəran qalası mühasirəyə alınır. Abbas Mirzənin bu məğlubiyyətindən sonra Rus komandanlığının ondan qoşunun Lənkərandan çıxarmasını tələb etsə də, lakin Sadıq xan bu tələbi yerinə yetirməyəcək. 1812-nin dekabrın 31-dən 1813-cü ilin yanvarın 1-də Lənkəran xanlığı uğrunda döyüş gedir və Lənkəran işğal olunacaq. Və sonuç olaraq 1813-cü il oktyabr ayının 12-sində Qarabağın Gülüstan kəndi yaxınlığında Gülüstan sülhü imzalanacaq. Gülüstan sülhünü imzalayanlar Qacarlardan nümayəndə heyətinin başında, bunu yaxşı yadımızda saxlayırıq, Mirzə Əbdülhəsən Rusiya hərbi mülki işlər üzrə Canişin isə Ritişev tərəfindən imzalandı. Görək Gülüstan sülhünün şərtlərində nə deyilir? Deyirik Qacarlar Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Dərbəndin, Lənkəranın və eyni zamanda Şərqi Gürcüstanın və Dağıstanın Rusiyanın hakimiyyəti altına keçməsini qəbul edir. İrəvan, Naxçıvan xanlıqları Qacarların hakimiyyəti altında qalacaq. Yalnız və yalnız Rusiya Xəzər dənizində hərbi donanma saxlaya bilərdi. Qacarlar dövlətinin ərazisində Rus tacirləri üçün daxili gömrük rüsumu tətbiq edilirdi və Qacarlar Rusiya ilə diplomatik korpuslar yaradılmalı idi. Uşaqlar, dərs izahımız bu qədər. Dinlədiyiniz üçün təşəkkürlər.